Nizami Gəncəvi, sözün və həqiqətin dahisi. Nizami Gəncəvi yalnız bir şair değildi. O, düşüncənin, hikmətin və insanlığın səsini əsrlərdən bəri bizə çatdıran böyük bir filosof idi. 12-ci əsrdə Gəncədə doğulan Nizami, şərq poeziyasını tamamilə yeni mərhələyə qaldırdı. Onun Xəmsə adlanan 5 əsərlik silsiləsi, Leyli və Məcnun, Xösrov və Şirin, Sirlər Xəzinəsi, 7 Gözəl və İskəndərnamə bəşər ədəbiyyatının incilərindəndir. Amma Nizaminin böyüklüyü təkcə misralarda deyil. O, qadına hörmət, ədalət, elm və mənəviyyat mövzularını əsərlərinin mərkəzinə qoymuşdu. O dövrdə bu fikirlər inqilabi idi. O, deyirdi, ağıllı insan elmə sarı gedər, cahil isə öz təkəbbürünə. Nizami üçün sevgi təkcə his deyildi. Bu, insanın mənəvi kamilliyə yoluydu. Onun Leyli və Məcnunu bir eşq dastanı deyil, ruhun azadlığı və səmimiyyətin fəlsəfəsidir. Xösrov və Şirində isə qadın iradəsi və sədaqət ucaldılır. Şirin, dövrünün ən güclü qadın simvoludur. Nizami Gəncəvi həm də sülh və ədalət şairi idi. O, yazırdı ki, padişah ədalətsizdirsə, xalq da susmaz. Bu misralar yüzillər keçsə də hələ də gerçəklik kimi səslənir. Bugün Nizaminin adı təkcə ədəbiyyatda deyil, bütün dünyada humanizm, bilik və vicdan simvolu kimi anılır. O, sanki əsrləri aşaraq bizə deyir, elm insanın işığıdır. O sönsə, bəşəriyyət də kör olar. Nizami Gəncəvi təkcə keçmişin deyil, həm də gələcəyin şairidir. Çünki onun kəlmələrində insan qalmaq sənəti gizlidir. Outro. Əgər bu mövzu sizə maraqlı gəlibsə, videonu bəyənin, paylaşın və kanalımıza abunə olun. Çünki biz hər həftə tariximiz və mədəniyyətimizin dahi şəxsiyyətlərini yenidən səsə gətiririk.